Dayanıqlılıq istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi UiGrimetric 2024 reytinqində Azərbaycanın 12 universiteti yer alır. 7-ci iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransında bu barədə danışılıb. Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem mövzusuna həsr olunan tədbirdə 24 ölkədən tədqiqatçılar iştirak edib. Bildirilib ki, elmi fəaliyyətin şəffaflığının təmini üçün vahid plagiat sisteminin yaradılmasına ehtiyac var. Bu sahədə süni intellekt alətlərindən istifadə genişləndirilməli, xüsusilə elmi chatbotlardan səmərəli şəkildə faydalanmaq vacibdir. Bu konfransı yaradarkən bizim əsas hədəfimiz beynəlxalq bazalarda bu konfransın indekslənməsinə nail olmaqdır. Xeyli uğurlarımız var. Bu ilki konfransın bir sıra özəllikləri var. İlk özəllik ondan ibarətdir ki, noyabr ayında Bakıda keçirilmiş COP29 konfransın yekunlarına dair verilmiş qərarların icrasına və cənab prezidentin bununla bağlı verdiyi tapşırıq və tövsiyələrə icra baxımından töhfə verməkdir və ikincisi isə bu il universitetimizin 95 yaşı tamam olur və bu konfransı da biz 95 illiyimizə həsr etmişik.